İnanırsan ki oğlanı İlyas bulup İnandım inanmadım. İlyas her şeyi boynuna götürdü. onlar 3 nefer oldular. Bilirim. Ama İlyas ile ilk istintakta her şeyi boynuna alır. Oğlan, öyle oğlan değil. Atası öğrendi onun cemi 5 yaşı var. Ama her şeyi başa düşürdü. Atası onu çok sevdi. O bütün uşaklarından şertlendirirdi. Ona söz vermişti ki onu Amerika'ya okumaya gönderecek. Sonra da yakşı bir iş kuracak. Muharebe koymadı. Unutma ki İlyas'ın atası benim kardeşim. Ben hiç neyi unutmamışım. Sen özün yakşı bilirsen ki onlar boya başa çatına kadar benden zulümler çekmişler. Düzdür. Senin kömeğin de az olmuyor. Bilirim. Ama kısmetten kaçmak olmaz ana. Benim kardeşim ailesine yaxşı bakır. Uşaqların da eşine ihtiyaç olmuyor. Galiba her şeyi yapmıştı. İşte yaşı pul kazanırdı. Ama geceler eve geldi. Gel bu meşgulesinin evinde gecelirdi, gel bu meşgulesinin evinde gecelirdi. Onun bu hareketi beni içimden giyirdi. Burada bu ders almıştı. Eğer o ölmesin, her şey yaxşı olur. O bize kömək ederdi, İlyas'ı vaz ederdi. Sonra Yok, oturmak istemem. Oturan böyle bir zayıflıyla. İlyas'ın işini bitirmek lazımdı. sen ki kulların yerini bilirsen, Mahmutları rəhdə de. Ama benim yanına. Saldın özünü eziyetlere. Sen benim anamsan. Olarsa benim kardeşimin uşaqları. Sen benim anamsan. Olarsa benim kardeşimin uşaqları. 2000 götürdüm. Bana yol ver. Vermezsen ama yok. Mani olmasaydın demezdim ki. Diyesem ben bu evde çok varlamam. O senin evladı. Sen o büyük. Hamı bilir. Ama ondan neneli görür. Beni gören de sadece yazılır. Çok şükür. Atamsa benim hiç yüzümü görür. Anam da beni görende ne bil, cüzdan hasreliğine tutulmuş adam. Bir defa kucakladı. Bir defa kızım de. Atan şehit olandan sonra anam depresyaya düşmüş. O da evlatlarına bile değil de. O senden ne kadar görüyor? Kimi? Ne diyecek? Bir yolun ne kadar istiyor bir iki testi sana müracaat edemez. Sen bilereyden olmayı alçaldırsan o senin anandır. Sen ne danışıyorsun ha? Anamın
elimde olan qalanı değer değmesine satmağa mecburum. Kardeşlerime göre de denemeliyiz. Eğer sen ona kömək etseydin, indi belə olmazdı. Benim gücüm yalnız ona çattı ki, sizi bir yere yıkın. Neyime lazımdı bu boy değil. Onsuz tek adamım. Tek adamsın. Sen de çok evli olmazsın. Beş bak. Sebebini bilmək olar. Ben sevdiğim kadını her gün görmeyi namine evlendim. Bəs indi? Ve indi. İndi niyə evlənirsən? Elə vəziyyətdə mənə kim gəlir, hə? Anam sənə çox hörmət edirdi. Hələ atam sağ olanda. Günlərdən evə gəlməyəndə o məni də götürüb, hədini danışmaq üçün buraya gətirdi. Danışırdı, ağlayırdı. Sən də onu qucaqlayırdın. Dediyinizi başa düşməsən də, sən gedəndən sonra anamın həmişirisi gülürdü. Boş danışma. Niyə mən sözün düzünü deyəndə boş olur? Bəs tutar! Müstəntiklə danışdım. Əmanəti də çatdırdım. Deyirlər, ölən oğlanın valideynləri hesaba yatmır. Nə istəyirlər? Qul, Nə qədər? qədərini də elədilər. Sən onları bıraksan, ya da mən olduğum onların yanına aparım. Ben onlarla danışmalıyım. Bizim ələ satılmalı nəyimizsə var. Ne kadar satmalı olar. O boynuğunu değer vermesine sattım gitti. Ne kaldı? Hiç ne? Hər halda İlyas'ı kazanmaktan kurtarmaq lazımdır. Hacıca, sen onun dostlarının nömrəsini tapıb mənə verəsin. Ben onların valideynləriyle danışmalıyım. İlyas'ın her şeyi boynuna götürməsi o demək deyil ki, onun dostları kəmərdə qalmalı və ona kömək eləməməlidirlər. Görəsən bu evdə mənə bir stəkan çay verən qapla. Nə deyim? Bir gizli. Maliyyə məsələsi yoxsa siyasi? Eşer! Ayaqlarını incitmi? Mənim ayaqlarım çoxdan eşitsəndir. Allaha şükür. Keçmesene. Mənim əlimlə bir balacaq. O sana bir daha pul vermeyecek. Düz deyil. Hə, o məndən xahiş elədi ki, bir də sənə pul verim. Bəs sən əmin? Mən anamın sözünü yerə sala bilmərəm. Əla, bəyənilsin. Qudrat, bəlkə deməyə haqqım çatmır, amma bir əmin kimi sənə deməliyəm. Sən özünü tutduğun vəzifəyə uyğun aparmırsan. Gecə getdiyin məclislər... Məclislər gec olur da. Görkemine bak. Şişmiş seni. Cinayət Axtarış Şöbəsinin rəisindən hamı qorxmalı. O ki qaldığı gezəməz istəmir. Bütün gün bir tikə çörəyin dalına qaçandan sonra stresini bir təhər atmalısan. Valideynlər də məni dünyaya gətirib, atıblar həyatımdan gələcək. Bəs mənim qardaşımın sən elə bildirin. Sənin qardaşın mənim atam mənə heç eləməyib. Şəhid olmadığından başqa. Eğer atan mühimeye düşmeseydi, yerden şey ellerdi. Seni de, kardeşini de çok iyiydi. Sizinle feth verirdi. Biz də onu sevirik, onunla fəxr etmirik. Bir de ona göre de onun durduklarını darmadan eledi. Atamdan nə qaldı? Bir ev, bir iki şirkət. O da əmrin himayəsində. Əmdəki bütündə. Atamın nəyi varsa, qaldı sevimli məcbürələrinə. Əgər anam... Bəs Qudrat! Əgər anam yaxşı qadın Sus, olsaydı, sənə deyirəm, sus! atam məcbürələrinin yanına getməzdi. Oxsan evində. Bəs Qudrat! Kes! Mənə nəzgət vermə. 1000 manat deyil. 1000 manat? 1000 manat? Al götür. Seni! Al götür. Amma xahiş edirəm səndən qardaşıma kömək elə. Sənin tanışların çoxdur. Hadisə başqa rayonda baş verdiyindən mənim əlimsən. İndi kimsə kimsənin kitabını oxumur. Bu verir geri danışır. Nə qədər lazımdır? Ortada ölmüş var. Nə qədər çox olsa, o qədər yaxşı. İçmədim çay. Çox sağ ol. Gelirse biz seni müksüz eləyəcəyik. Niye getirdin yıldın bizi bura? Ana, mən sizə kömək eləmək istəyirəm. Qudret ağıllansın, İlyas şərdən çıxsın, sonra da xaricdən bizə qonaq gəlsin. Senin buna pulun çatmaz. Məyər məsələ bundadır. Onlar puldan başka hiç de meraklandırmır. Ana! Görmedin? Ana,
Mən səninlə Pakizə barədə danışmaq Ne? istəyirəm. Size bari de. Yok. Hiç ne bilmir, hiç ne de bilmemelidir. Eşidirsen hiç ne. Ben Ester, şirket balamı çok sevirem. Onun için çalışıram. Onu görmeye çalışıram ama ona yakın durabilmirem. Onunla tanışabilmirem. Benim günahkar ben onu dünyaya gelmeni istemirdim. İstemirdim o da olsun. Anasına o kadar dermanlar için dedim ki aklı da böyle oldu. Ana. Ana. Ona de. Her şeyi danış ona. Ne? Ona değil. Her şeyi danıştım. Sen ne danışırsın? Sen ne danışırsan? Ne dediğini başa düşürsen? Ben diyeyim ki gelinin eri ölenden sonra erinin doğma kardeşiyle oturup durup karnından uşak doğandan sonra uşağın işkence olduğunu görür, buna düzelmeyip özünü öldürür. Yok, başarmadım. Ne bileyim ben, niye benim babalarım ben oldu? Niye ben onları klas bilmiyorum, niye? Ana. Sakin. Sakin ol ana. Bu vatandaş dedi ki İlyas'ın vekili. Sabahınız hayır. Hayır değil mi? Hayır olmamış ne olacak? Beğen kalın. Eğlensin. Çok sağ olun. Pakize. Sakin. Bağışlayın ki sizi narahat elədim. Biz Semeşetsizinle müstendirin yanında görüşürdük. Bize gafirden, birden biraz. Siz hardan bildiniz ki biz burada yaşıyoruz? Bəyim xanım, o hadisələrdən sonra hər kəs sizin harada yaşadığınızı yaxşı bilir. Rəhmətli Nazım müəllim çox hörmətli adam idi. Mən bugün səhər İlyasın dostlarının valideynləri ilə danışmışam. Onlar da, uşaqlar da təkid edirlər ki, həmin gecə İlyas özündə sözündə olmayıb. Həmin oğlana söz atıb, onun sevdiyi qıza ilişib. Nəticə isə məlumdur. Bir sözlə onlardan nə dost, nə də şahid kimi kömək gözləmək əvəzdir. Benim babam. Bəli, ən azı 25 kişi Yok, qəsdən adam öldürür. yok. Mən sizin ailənizə laqiyyət qala bilmərəm əşirəm. Çünki sizi məndən elə bir şəxs xahiş edir. Mən onu xəmərlə sizə əlimdən gələn köməyi eləməyə hazırım. Kimdar? Hər şey bitəndən sonra mən onun adını sizə verəcəm. Yaxşı, bəs görürüm sizin köməyiniz nədən var? Məsələnin mərkəzində qüdrət dayanır. Güdüret. Bəli, Qüdrətin bu məsələyə nə dəxli var? biz qüdrətli rəis təyin etdirə bilərik. İlyasın işinə baxılan şöbədə rəis vəzifəsi boşalır. Biz ne demeliyiz? Siz yox, mən. Mən bu işdə sizin adınıza vasitəçilik edəcəm. Təmənnasız. Çünki bayaq da dedim, elə bir şəxs sizi məndən xahiş edir. Mən ona yox deyə bilmirəm. Yaxşı, bəs bizim nə eləmək? Açıq danışacağım. Bunun üçün rüşvət verməliyim. Rüşvet. Biz rüşvet vermeliyiz. Bəli, Ama bizim pulumuz yoktu. mən başa düşürəm. Amma yəqin ki, Bəkir müəllim öz qardaşı oğlunun rəis təyin olunmalıdır. Və digər qardaşı oğlunun azadlığa çıxmağına və ən nəhayətində qardaşının ailəsinin başına gələn bütün müsibətdən qurtarmağına xatir əlindən gələn əsirgəməz. Bunun pulu yoktu. Bəyim xanım, siz elə danışırsınız ki, elə bir pulu mən özüm üçün istəyirəm. Anamda istəmə. Mənim pulum var. Nə qədər lazım? Eğer ki, bu qədər. Danışdıq. Sabah səhər gəlib görəcəksiniz. Siz eminsiniz ki kudret bu resmede kalmış debilecek. Polis şöbəsi yeganə yerdir ki, qüdrət orada çox rahat işləyə bilər. Düzdür, mənim ondan xoşum gəlməsə də, o insanlıqdan, mərhəmətdən, xeyirxahlıqdan nəsibini almasa da, hər halda qüdrətin vəzifədə olmalı İlyasın xeyrinə. Bu adam hakkında elə düzgün məlumatlar verirsiniz ki. Vəkilliyin ən gözəl tərəfi də budur
müsbət xarakterlərini açıqca deyə bilmək. Bir də ki, oğlunuzun çatışmayan cəhətləri mənim bu qədər rahat və uzun danışmağıma xidmət edir. Mən istəmirəm ki, mənim oğlum rəis işlətir. Bəs neyniyəm, ha? O başqa yerdə işləyə bilməz. Ona tam sərbəstlik lazımdır və yalnız bu vəzifə ona istədiyi sərbəstliyi verə bilər. Mənə elə gəlir ki, qüdrət yaxşı rəis olacaq, amma bölməli. Qalanı isə öz qabiliyyətindən asılır. Qüdrət özü bu barədə bilir. Hey, bu onun üçün də sürpriz olacaq. Ana, razı ol. O istədiyi kimi yaşayar. İlyas xilas olar, onu da göndərərik qayıdır. Heç nə bilmirəm, anlamıram. Yaxşı deyim görək, pulu kimə vermə. Üzrü sahib. Mən adamı məhdud qalacağına söz verir. Başa. Onda sabah səhər gələr, məsələni də gedək. Qüdrət arzusuna çatır. İlyasın da işi güzəlir. Mən çıxmaram. Rüşvətsiz bizim zamanın çarpışları. Pulsuz. Bəkir müəllim, pulsuz azad olmaq mümkün deyil. Xudafir. Neden? Kızım, niye bir efendim edersin? Zengin seni karşılayardı. Heç bir əziyyət vermək istəməm. Əmin, Hoş gəlmişsən sana. Biz sənin üçün yaman dartmışıq. həmişəlik gəlmişəm. Nə qədər yaşamaq olar? Gerçekten ben çok narazıyım. Atam da bu işlere razı olmaz. Yadımdadır. Atamın arzusu həmişə İlyas olur. Amma mən getdim, gördüm, sərbəst olduğumu və başa düşdüm ki, sizsiz yaşaya bilmərəm. Qəbir üstüne gitmiştin. Yox. Elə çatdığım heç bir saat deyil, o dəqiqə sancırsın. Pakize, Mən elə belə olamıyorum. bensin Pakize. Söhbətləşin. Söhbətləşin, mən sizə mani olmuram. Ana, yenə onun qaytına dəydin. Axı öyle bir söz demədin. Yaxşı. Gel, gel, gel. Gel, hoş geldin. Sema geldin, sen benim bir dönem. Benim şey yaparım. Hoş geldin dedim. Bu saat öğretle hazır olan. Şəhər yaman dəyişir. He, sen gidenden her şey değişir. Yazı yapmışsın, otur be. Belə münasibətdən sonra tikə keçər mi olacaq? 50 gram içərsən keçər. Yenə, mən başa düşə bilmirəm bu cür münasibəti. Ki, Mən bunlardan bir masa arxasında oturmaq istəmirəm. bundan Mən onun çörəyini yemək istəmirəm. zindihamımız onun çöreğini yeriz. Necə? Bəs atamın illərlə qazandıqları? Dağıldı, her şey dağıldı. Kardeşlerin dağıtmışsın. Siz dəli olursunuz! Ne oldu sana? Ha, indiler çöreşirsen. Ada, mən başa düşə bilmirəm. Bizim evdə bu qədər düşmənçilik ruhu hardandır? Kim var burada? Uşaklar, Bəs sən? nene, Sən də var burada sən? elbette. Elədirsə bura niyə belə qaçın? Sən ki bilirsən, mən həmişə işit istəmişim. Aydınlıq. Hele çok tezdi. Deməlidir. Bura bizim əmrimizin. Əmin öləndən sonra bizə. Bak, daha doğrusu mən. Yaz yatsmanadan çıksa gideceğim. Qüdrət də burada qalar. Bircə qalır Pakizə. Pakizəni də ərə vermək lazımdır ki, gitsin. Əldə, Şimdi o yazık kız ağla. özü kim olanlar çox. Sadəcə atlar var. Ondan sonra mən bilərəm, mən bilərəm. Sən bir ana kimi, nənə kimi,
Evlatlarının talihini kurmağa bacardınız. Ben bacardım beylerim. İndi de bacardım beyleyim. Sen hiç vakit içmediniz. Sen sadece uşaq olmuşsun. İndi de onların uşaqlarını böyüdürsən. Sen doğduğun iki evladını ev alıştırabilmedin. Onların evlatlarını da ev alıştırabilmedin. Hiç vaxt başa düşmem sənin. Qadının işi təkcə uşaqlı olmaq yox. Evi saxlamaq. Əri evdə saxlamaq. Sen oradan bilebilirsin ki ben lezzetlerimden çekişem. Yetimsini de büyütmüşem. Senin atanı da emini de. Sedece, hoş gün görmek isteyirdim ki bu muharebe başladı. Oğullarım gittiler vateni korumaya. Beni ittiham eleme. Eğer muharebe başlamasaydı. Muharebeden sonra. Sen hoşsan. Sen hiç içmedin. Geç bak. Bəsdir. Özünü təmizliyə çıxarma. Danışın. Pakizənin bu evdə işi yoxdur. Ona ərə vermək lazımdır ki, geçsin. Ne oldu? Gözlerime karanlık çöktüğünde bile. Halicəyə. Bu qədər də kim var? Çünkü gaddar olmuşsan. Nice insafsız olmuşsan. Eselemeler böyle değildir. Hele bir Amerika'nın seni değiştirdiler. Amerika'da beni değişirler. Amerika'da beni çok değişirler. Amerika'da esil hayatın ne olduğunu başa düştüm. Başa düştüm ki Amerika denilen yere punsuz gitmek olmaz. Punsuz sen oradan hiç kimse. Pul kazanmak için her şeyden istifade edemezsin. Böyle heyanı, leyakati, ismeti, vicdanı hamısını bir kenara tut. Gaddar olmalısan. Gaddar olmalısan ki belki neyse nail olasın. Bir olmalısınız. Birbirinize dayak olmalısınız. Siz uşaklar birbirinizin arkasından olmalısınız. Uşaqlar, hansı uşaqlardan danışırsan? Sənin o uşaqlar dediğin çoxdan böyüdülər. Qaranlıq gəlmiş gözlərini aç. Sen beni gördün. Mən sənə rüyalıyım. Uymadı seni yakmalı mi? Eybi yok. Ben gidip uzadım. Ben senden danışmalıyım. Ben yolunda. Ama ben senden Pakize barədə danışmalıyım. Ben de seninle uşaklar barəsində söhbət eləmək istəyirəm. Ama indi yok sonra. Bizim sonra söhbət eləməyə vaxtımız olmayacaq. Ana. Kapıda İlyas'ın dostlarının. Yok. İlyas'ın öldürdüğü oğlanın anası da. Nice yanık da yanık. Seher. Ben Afonu icazəsiz içeri bırakabilmem. Üstüne başa düşebilmirəm. Bırak içeri gelsin. Seher. Kıyrıl. Ana, narahat olma, gələr bilək. Bağışlayın mən. Səhər sizi narahat edir. Bizim yuxumuz ərşə çəkilir. Onsuz da yatmırıq. Eləməm mən. Mən də yatmamışam. Hiç nə eləsin, buyur, danış. Ben geldim deyim ki benim oğlumu sizin uşağınız öldürdü. Başa düşürsünüz. Benim oğlum Fazıl Xeyfur'un oğlum. Bütün narkomanlar gibi. Siz benim oğlumun merhametli olmasına inanmışsınız. Narkomanlar merhametli olmurlar. O sadece satışla meşgul oldu. Evi bir tane dolandırmak, saklamak lazım da. Biz sizi başa düşürdük. Ama gəlişinizin səbəbini deyil. Benim bir oğlum gitti. Bir oğlum kaldı. O da ağır hastadır. Ben onları atasız büyütmüşüm. Mündür eziyet çekmişim. Şimdi ben korkuram. Korkuram ki onu betirin. Korkuram başa düşürsün.
Benim oğlumun cinayetinin üstü helal olmayayım. Mehmet üstlendik değil ki cinayetkar sizin oğlunuzdur. O günlerden sebep gitti. Sizin uşağım her şeyi boynuna alır. Hele benim oğlumun serfi de buradadır. Dostlarının günahlarını boynuna götürür. Hele bir ki belirlese dostlarına kömeğe onlar ise kömeğlemeye verdiler. Vicdansız çıktılar. Ben onlara da gittim. Hiç kapıdan içeri koymadılar. Polise şikayet edecekleriyle hallederdiler. Deyin gülüm. Siz bana kömeğleme istiyorsunuz. Yazık istiyorum. Ne deseniz ben razıyım. Ama sizin uşağa da hakime lazım değil. Benim oğluma kömeylemek lazımdır. Siz anasınız. Evlatların talihini hemşe alanın Allah'a verin. Elbette analar hiç bak sert elememelidirler. Haklısınız. Ben de səhv eləmək istəmirəm. Mən həmişə utanmışam. Daha utanmıram. Evlatların hamısı anaya əzizdir. Ana ölümə qarşıdır, ölümün düşmənidir. Məhz buna görə siz oğlunuza kömək eləmək istəyirsiniz. Benim bir oğlum var. Ağzım xəstədir. Əgər ona köməkləyə bilməsəm, onu da ölüm gözləyir. Ben sizin yanınıza doğma bir adamın yanına gelen kimi gelmişim. Yaxşı eləmişsiniz. Bizim oğullarımızı eyni vaxtda təhlükə gözlədi. Ben anayım. Ben Oğlumu xilas eləmək istəyirəm. de, Ben bizim uşaqlarımıza kömək eləmək istəyirəm. ben de. Bilmirəm, bazara biləcəyəm. Mənə diqqətlə baxasın. Biz size dikkatli lazım. Hamımız lazım. Deyəsən nəvənizdir. Allah xoşbəxt eləsin. Mənim xoşbəxtliyim sizə dəxli yox. Hadi de. Səhər gəlib boyzum. Bir yolluq istədiyini desin. İlk baxışdan mən tələb eləməliyəm. Amma əvəzində məni evdən qovurlar. Sizden ne olur? Biz size lazım. Ama fikrinizi, sözünüzü açtık diyebilseydiniz. Sizdən olanda necə yaşınız vardı? 20 nedir ki? Evlatlarınızla yaxınlığı nə vaxt hiss eləmisiniz? Aman Allah! Bağışlayın sizi körlətdim. Narahat oldum. Qısası. Əgər mənim xəstə olma kömək eləmək istəsəniz, onun xaricdə cərrahiyyə əməliyyatının xərcini ödəməyə hazırsınızsa, mən ərzəni geri götürərəm. Şikayətçi olmaq. Bilirəm ki, sizdən pul istəyirlər. Əgər mən şikayətimi geri götürsəm, xərciniz açlar. Sen ne kadar lazımdı? 80.000 Manat! Yox, dollar. Sizin 3 gün vaxtınız var. Mən bu qadının danışdıqlarını eşitdim, amma heç nə başa düşmədim. Analıq hissindən danışır, amma alı verir. Anaya bax. Sen ne dedin? Ana! Hə də, adını ana qoy. Güzel! Dayan! Sen bana söz atırsan, Yox, mən elə biləm. sana dedim dayan! Güzel! Sen beni çok istiyorsan, neye göre? O qəlbə məğrurunuzu saxlasa da yazıqdır. Ona yaxından tanış olmam yaxşı olar. Sen benim sağlığıma cevap ver! Mən səni əlbəttə çox istəyirəm. Güzel! Mən də, Güzel! elə mən ancaq
İlyas'ın meselesi hakkında danışmalıyız. Karara gelmeliyiz. Ya İlyas ya Kudret. Onların meselesini halledenden sonra özümüz barədə danışmalıyız. Anne. Anne o benim atamdır. Ana! Sabah ver. Nene. O benim atamdır. Ben bilmirəm. Ben hiç de bilmirəm. Ne yok diye bilmirəm. Çok diyebilirim ki benim hayatımda çok manalı, ışıklı günler oldu. Ve sizin balaca olduğunuz günler. Nene ben eminim ki o benim atamdır. Ana! O bilir. O hissediyor. Bir hissedeyim. Ha, sonra. Ben niye bile iyi becerem? Sen bu barədə fikirləşməməlisən kızım. Yine bir dakika yoktu ki ben bu barədə fikirləşmeyeyim. Seda sanmışam. Yorulmuşam fikirleşmekte. Benim doğulmağım yəqin ki bir səhv olur. Məhəbbətdən olsa da səhv olur. Ne qəddar olur kızım. Sence onun gaddar olma ihtiyarı yoktu. Nene, benim sana yazılım getir nene. Eylemelisən ki, onlar seni sevsinler. Sen o uşakların məhəbbətini kazanmalısan. Ana! Onlar beni sevə bilməzlər. Heç vaxt sevə bilməzlər. Onlar həmişə elə bilirlər ki, mən qardaşım şəhid olandan sonra onun adından istifadə edib var-dövlət qazanmışam. Onlar heç vaxt bilmirlər ki, mən işləmişəm, qazanmışam. Qardaşım isə darıdır. İndi artıq geç. Onlar indi böyüdürlər. Çox sərbəstdirlər. Özlərinə neysə düzəltmək istəyir. Mən sənə dedim. Pakizənin təqdimnamə bir də daxından atalıq hissini Pakizədən alıram ama onun tənhalaşıb əzab çəkməyinə dözə bilmərəm. Sen benim dediklerimi elemeye çalış. Hem istemezsen günahlarını yuarsa. Peki, uzak ol Pakize'den. Bu dəlilik ana, dəlilik. Ben bütün ömrümü, hayatımı o delikanada geçirmişim. Ne yapacağız aşkım? Səhər, içmək olmaz. Orada yaşadığımız müddətdə adət edər. Hele bizim yanımızda Ne fərqi var? Sizin yanınızda daha gizli. Amerika'da övladlar valideynlerinden heç nə gizlətmirlər. Hər bir problemlərini onlarla görüşürlər.
gezmeyindən şübhələnməyə bilərdi. Sona! Yaxşı. Var mı bu sözləri? Lakin gəlmir. Sən bəlkə də hardan tanıyırsan. Burada rastlaşdım da eve gələndə. Onun özü də vəkildir, ev adı da vəkil. Biz ondan bir yerdə oxumuştuk. Axşam zəng elədi, hər şeyi danışdı. Biz hələ bilmirik, vəkilin köməyindən istifadə edə biləcəyi yoxsa yox. Məsələ çox qəlizləşir. Ölən uşaqla nasıl gəlmiş, başqa təklif elə. Nə var? Bugün səhər sən yatmışdın. Biz onun xəstə oğlunun müalicəsinin pulunu ödəməliyik. O da şikayət ərzəsini geri götürəcək. İlyas da bir neçə il yatıb çıxacaq azadlığa. Sən bunun çoxdur. Acımdan ölməmək üçün nəsə varım. Acından ölmür. Hə, Bəs atanın adıyla qazandıqları necə olur? Sona! Əgər biz adamımıza qoy desin. mənim atanın adından istifadə edib qazandıqlarının arxasında başqa adamlar dayanır. Mən şirkətlərdə faiz eşitmişim. Vəssalam. Vəssalam. Allah imkan versə, biz yaşamarıq. Allah imkan versin. Nə sən bilirsən Allah? Yox, bilmirəm. Mən bilmədim. Atam öləndən sonra anamı saymamısan. Bütün sirri əmrindən olurdu. Biz böyüdükcə bunu daha çox hiss eləmişik. Əmimin anama olan qaygısı, anama olan qaygısı, diqqəti. Böyüdükcə bizi həmişə şübhələndirir. İndi də yaşanan bu problemlərin içində sən əmimə tərəfsən, bizə tərəf yox. Mən gələ belə deyildim. Sən də, qardaşın da nə əzab verirsiniz? Mən sənə hesab vermirəm. Riyavını deyirəm. Vəkil sizə kömək eləmək istəyir. Biləndə ki, İlyas mənim qardaşımdır. Bu istək daha da çoxalır. Sən özgə, yad adamların dediyinə inanır, öz doğmalarının gələcəyin təhlükə altına qoyursan və bu problemlərin içində yenə doğma əziz əminlə məsləhətləşirsən. Əmin həmişə bizə yardımcı olun. Əmin bədbəxt, yazıq adamdır. Mən bədbəxt yazıq adamların düşüncəsi ilə yaşamaq istəmirəm. Mənə qüdrət kimi, mənə vəkil kimi adamlar lazımdır. Ona yazık deme. Ben hiç icazə verməyəm ki benim əmime yazık bədbəxt desinlər. Təzə xanım, Pakizənin də səsi çıxarmış. Mən həmişə doğmalarına xətt olmuşam. Belə çıxır ki, biz yardım. Siz həmişə mən yanlış söyləmişsiniz. Mənim şikəstliyimdən irəli həmişə mən özünüzdən kənar edirsiniz. Mən də qalmışam anamla əmimin arasında. Əsl bir ortada. İndi necə olacaq? İlyas həbsxanada çürüyəcək. Qardaşım belə, Ben onsuz da geleceğim. Ara, kimdi sən ona? Bu daha benim işim. Bizim birbirimizin kömeğine çoktan ihtiyacımız yok. Nə qəddarsan sən? Aman Allah! Ailə dolananlar qıyamır. Mən necə də tənhayım. Ele salırsan. Özünü yaxşı apar. Allah'a yalvar. Allah'a yalvar ki sənin bəxtini versin. Çok yalvarmışım. Yalvarmışım ama gidip Allah'a çaktım. Yəqin yaxşı yalvarmamısan. Qüruru at bir kənara, yalvar. Bəstirin! Görürsən, düzünü deyəndə də xəzinizə. Əzizim, qürur yaxşı şey. Amma yemək də lazımdır. Əlbəttə. Qürurla qazanılmış çörək yemək daha yaxşı olardı. Ben hemşe öz çöreğiymişim. Sən həmişə əziz atamızdın. Ondan da əziz olan əlimizin çörəyini yemirsən. Onu ki danışdığına fikirdir. Bir adım qabağa gidəndə, iki adım geriyə getməyi düşün. Sona! Çünki çox qabağa getməyə gücün çatmaz. Tez yorulursan. Gəl. Gəl, gəl. Hamı səni gözlür. İki fırıldakçı tez birleşti. Fırıldaqçı niyə?
Senin geleceğin için çalıştık. Hem hemşe olmayacak. Biz kazanacağız. Sen ne diyeceksin? Sen doğrudan onu dediler inanırsan. Öz aramız yok, o çok iyi becermenlerdir, belkiyle dostum. Sen çok güzelsin. Sonra bəsdir. Aziz Xələfin ağzını yum. Mən doğmalarım için çalışıram. Babacığımla bir rehber edemez. Onun hakkında deme. Ne yalan insafsız olmuşlar. Ama öbürüne yalan dersi. Sonra kulak ver. Sonra! Erkək məndən. Mənim evyatsız əvim. Gecəni gündüzünə qatıb işləyirsən. Evə gəlirsən ki, biraz dincələsən, səs küylüsən dincəlmək də olur. Gülme şeker zəhmətkeş qardaş da gəldi. Qanun keşikçisi. Mən heç eşitmək istəmirəm. Necə də bir-birinizdən zəhləniz gedir. Sənin lafını oxşamışıq da. Anamın da üstünə gəlsən, göründü bizim qanun həkimləri. Amma mən vəzifədə bir-iki pillə qalxan kimi sizin yanınızdan ayrılır. Pillə yuxarı qalxdıqca heç yüzünüzü belə görməyəcək. Göz qabağındadır. Bəlkə sözdür. Sizdən qalır, hərəkət eləmək. Mən rəis olandan sonra şəhərdə bir qayda qanunu yaradacam ki, gəl görəsən. İnsanlar mənim adıma işləndə düz salacaqlar. Özümə bir şərait düzəldəcəm ki... Kardeşim git. Nə? İyilem ben kardeşim git olacak. Nə qalır? İyilem İlyas kardeşim vakti git olacak. Olan, sizin bu şirin söhbətinizdə iştirak edeyim. Mali insan məhaliyyət ki, təşkil buyurdu. Zaman istəyir. Bana dedi ki Sonra nə deyirsə düz deyir. Sadəcə olaraq hərdən zamanı qabaqlayır. Sözümüz sözdür. Yoldaşlar məndən xəbər gözləyir. Mən bu gün əmanəti onlara çatdırmalıyım. Gələn həftə məsələ həll olunur. Bəs biz? Mənim hər şeydən xəbərim var. Ölən oğlanın anası sizin yanınızda olur. Özü də tülcü kimi səhər tezdən gəlib ki, heç kəs onu görməsin. Mən onun elədiyi təklifi də normal qəbul edirəm. Ana öz övladını yaşatmaq istəyir. Əlbəttə ki, sizin köməyinizlə. Bir övladının ruhunu, xatirəsini, digərini bir qədər uzun yaşamağı naminə satır. Amma əgər siz ona inanıb o təklifi qəbul edəsəz, onu nəzərə alın ki, İlyas ən azı 5 il həbsdə yaşamalı. Dehşet. Dəhşət o deyil. Dəhşət odur ki, siz öz doğmalarınızı qoyub, yad bir qadına inanırsınız. Neyse, bunu məsələyə nəfi yox. Gəlin puldan danışalım. Puldan. Bəli, pulun hardan tapa bilərik? Onu da nəzərə alın ki, biz bu pulla 2 sevimli övladın talihini. Məntiqlidir. Bəli, bir tərəfdən də verilən pulların hamısı geri qayıdır. Ama hiç sözün yoktur. Nə sözün olur? Qüdrət işləyəcək, verilən məbləği verirəm. Qüdrət. Bəli, qüdrət. Sən də görün mən o vəzifəyə təyin olmalı. Sənin yaxşı işçi kimi adın var, rəhmətlik atan hələ də hörmətlə dizləsinə tatıllardır. Və bütün bunlar bizə şərait yaradır ki, vəziyyəti istədiyimiz kimi həll edə bilər. Amma tələsmək lazımdır. Namizədlər bir-birindən çoxalır, çoxları bu vəzifəyə gəlmək istəyir. Romantiklər dövrü bitdi, cənablar. İndi pragmatiklər dövrüdür. Və bu vəziyyətdən istifadə etmək lazımdır. Biz size minnettarız. Bize kömək ediniz. Ama bizim o kadar pulumuz yoktu ki. Əcəb. Gəldik, çatdı. Həmişə sizin üçün çalışmışam. Bütün ömrümü, hayatımı sizə fəda eləmiş. Və bir yad qadının göz yaşlarında övladlarınızı qurban verirsiniz. Bu kadını yağlayır. Elə yalvarırdı ki. Biraz məntiqli olmaq lazımdır, nənə. Kaş mən öləydim o qəzada. Nazım ölməyəydim. Öz gözlərinlə görər bu hadisələri. Yaratan sən olsaydın. Bəşir müəllim. Bəşir müəllim, siz hörmətli, izzətli adamsınız. Olan olur, keçən keçir. Siz bu ailənin axsaqlısınız. Mən bilirəm, siz heç vaxt ailə qurmamışsınız. Heç kənarlı övladınız yoxdur. Bəlkə elə ona görədir ki, atalıq hissi sizə yaddır. Amma bir axsaqal kimi siz bu məsələdə ailənizi, doğmalarınızın tərəfində olmalısınız.
Mən həmişə özümə borc bilmişəm. Şikayet olma! Biz size köpeğe istedik. Biz sizi bu beladan kurtarmak istedik. Sen çok pis adamsın Sona. Doğmalarıma köpeğim, rahat yaşamak istedim. Ben evde kalıp uçurağıma tarılmak istemiyorum. Korkma evsiz kalmazsın. Onsuz da senin için ev yok. Sadece sevgilidir. Ve senin için Kızlar, unutmayın aramızda yaradan var, ayıptır. Nene, şimdi ayıp vakti değil. Kızına denen bilmiş şirin. Eğer elinden bir köpeği gelirse, o hiç olmasa köpeği yemeyi isteyenlere mal olur. Sonra bəsdir. Mən indi hər şeyi açıq deyəcəm. Mənim pulum var. Əgər Vəkil yalan demirsən, onda bu pulla qüdrətin məsələsini həll edəmək olur. Narahat olmayın Vəkil müəllim. Hər şey yaxşı olacaq. Qüdrət də pulları geri qaytaracaq. Əmin, mən sözümün ağasıyım. Verdiğim bunları kısa bir müddette artılamasıyla qaytarır. Sən indiyə qədər məndən aldıqlarının diqqətini belə qaytar. Mən də istəmirəm. Qüdrət, sən mənim qardaşımın oğlusan. Çox sevdiyi oğlusan. Mənim də çox istədiyim oğlusan. Mən həmişə istəmişəm ki, sizə işlərinizdə kömək olur. Yanınızda dayaq olur sizə. Amma indi açıq deyəcəm. Bir dakika leyindiniz gentlemen. Evi yapman çıkarak sen. Bu ev benim düşmanım. Ben gelecekte, yakın yalvaz sergilerim. Gelecekte, eve gitmek ve bu Sen denemeye hazırsın. Mən öləndən sonra özünüz bilərsiniz. Mən şirkətlərin yad bir adama göre satılmasına etiraz ediyorum. Şirketler gələcəkdə mən çox yanaşmalıdır. Mən qəddar ola bilmirəm. Onlar atalarına çəkiblər bu xüsusiyyətlərində. Hər şey mənim, hər şey mənim. Ne sonuç? Kudret 100.000, hanım 200. Nene İlyas'a dönmüş. O mütlak cezasını çekmeli. Nene ne kadar pul dökserse İlyas mütlak hapishanede yatmalıdır. Bilmirəm 3 yıl, 5 yıl, 10 yıl ama bu müddet ərzində də nene biz ona dayatmalıyıq. Yoksa İlyas buna dözmeyecek deməli yine de siz əziyyətləşəcəksiniz. vaziyet değişti. İndi nə olsun? Vekile haber verenler mesele biraz gelişleşir. Verilen meblağ 50% artırılır. Nice? Ha? Vekil gitti meseleni ayrılmıştım. Ben akıl size dedim ki her anında sökümü var. Müdürede reis vazifesi teklif oldu. O da kardeşinden yüzmeyi, şehzadesi bakmama söz verdi. Ona göre de kıymet verir. Deməli siz müddətin vəzifəyə təyin olunmaq üçün çalışırsınız. İlyasın hapisten çıxmaq üçün yox. Ben ailenin varaklar bir güdüren. Bak bizden cevap gözlüyor. Siz her o kadını unutmazsınız. Biz onu nece oldu da? Onun hasta oldu. Ben boşa düşebildim. Bilmiyorum sen ne tür adamsan. Ben senin talihin için korkuram. Senin için korkuram. Bunlar seninle bilyenler ben. Ana! Mən bu adamların vicdanlarını oyada bilmirəm. Onların ölür vicdanlarını! Biz oğlanı da öldürecek. Ha? Onu da. Allah artık Allah artık hiç ne demiyorum. Hiç de. Anamı koruyabilmediniz. Hiç olmazsa nenemi koruyun.
başa düşün. Mən başqa cür eləyə bilməzdim. Sen bu uşakları məhv elədin mən! Ben işten çıkardım. Hə? Vəzifəyə başqa adam təyin elədi. O da beni yanına çağırıp dedi ki, işte gösterdiğim nöqsanlara göre ərzəmi yazın. Eğer öz koşuma ərzəmi yazmazsan, barəndə cinayət işi açacaq. Axı siz mənə söz vermişdiniz. Sonra, axı sənin vəkilin mənə söz vermişdi. Ben işten çıkmakla her şeyi bitiririm. Alçaklığı gizletmek için sana müddət vəzifə lazım. İndi doğrudan da seni çətin olacaq. Məni başa düşün. Mən başqa cür eləyə bilməzdim. Mən inanmırdım ki, sən İlyası xilas eləyəcəksən. Sen çok qəddar adamsın. Sen həmişə bizim talihimiz boylamsan. Anamdan da bir əşkar kimi istifadə eləmsən. Vəkil cevap vermiş. Aha yerə vəcilatdır. O daha sənə cavab verməyəcək. Hələ uzun müddət də sən haqq. Sen yalan değilsin. Vəkil beni sevir. Elədikləri mən olan məhəbbətine göre. O məndən evlənməyə söz verir. Söz verir. Bəlkə yalan deyil. O sənin ona olan inanından istifadə edib pulları götürüb aradan çıxacaqdır. O fırıldaqçı. Şimdi bizdə belə adamlar daha çox alır. Bəlkə de o adamlardan biridir. Sen yalan değilsin. Bunu bilmezsin. Sen yalan değilsin! O beni sevir! İşinirsiniz! O beni sevir! O benden evlenmeyi istiyor. Bu kadar razı onu bilmez! Onu bilmez! Bu kadar razı onu bilmez! Onu bilmez! Görürsen, bundan sonra neler baş verecek? Yakın Allah'ım, benim günahlarımın intikamını evlatlarımdan alır. Allah'ın senin günahlarınla ne işi var? Biz tedricen cemiyet için lazımsız. Biz toza, torpağa dönerek onların yaşamasına var. Bizi tapdalıyorlar. Bizi ezirler. Neden bize bir şey kimse yok? Kimse öldürülür. Kimse yıkılır. Elə ünlüksüz oldu. O kadın kardeş. Nəydən lazımdır, hə? Ondan kulları ayırmalı gelir. Olmaz. Bu günahdır. Bir də lazımsız səs-küy. Sana dedim ki o kadın kardeş. Ben kimlerese göre ayaklar altında kalabilmeliyim. Sen bunun ünvanını bana vermezsen. Ben taptak altında kalabilmeliyim. Sonra Gözlerim! Allah tavaya bundu. Bəs mən necə olum? Bəs mənim talihim necə oldu, hə? Seni kasıp hayat gözlüğü, reisiz kardeşim. Mən sənə bəlasını öldürəcəm, zəhər oldu! Bırakın! sen seçilmezsin. Bu senin başında bir utan. Olmaz elə başına. Gecə gündüz zar yerim, zəhsət aparır. Sizin hansı xoşbəxtliyinizə səbəb aparır? Ağlım kəsəndə bu evdə ancaq dava görmüşəm. Ay, güzel. Hayki eşitmişəm. Maraqlıdır, görəsən kim olub o ayçiyi salan? Nənəm, atam, Atamlarını sevmə! Onun sənə dəxli yoxdur. Sən atanı eləyən vəkil mənimdir. Namusan, namusu dəstədir. Sana verirəm. Ne bəs namusa deyil? Al bu izləmələri. De kağıdına sahip olsun. Öldürər. nənə mən səndən tək danışmaq istəyirəm. Mən çıxarım. Əl lazım olsa, sizin üstünüzdən laf dünyanın başına gedərəm. Çıx. Sən qal. Getmə. Necə olsa da mən sənin qızım. Sən də mənim
həqiqətin üzə çıxmağından sonra mən daha sizlə bir yerdə qala bilmərəm. Belə xahiş edirəm, axlardan məni bir yerə işə düzəl ki, mən özümü saxlayam. Söz verirəm. Söz verirəm, əgər mənə kömək eləsəz, bir də sizin gözünüzə görünmərəm. Hər şeyə dözərəm, amma bir də sizdən kömək istəmərəm. Güzel. Ben seni hiç bak. Özümden ayrı koyabilmem. Koyma ayaklar altında yalan. Kızım, sen ayaklar altında kalmayacaksın. İmkan vermem ki sen ayaklar altında kalasın. Bütün bu iller arasında sen geleceğin için düşünmüşsün. Senin rahat yaşamakın değil koyulmuş. Al götür. Al. Ne istiyorsan öyle dersin bari. Olar mısın? Olar. Kulların hamısı sen. Kullardan heç kəsin xəbər olmur. Nənənin xəbəri olur. Peki. Güzel. Kızım. Senden iyi bir yol. Daha sallayacaksın. Daha baksa başa düşeceksin ki sen məhəbbətdən olmuşsan kızım. Daha olur olsun əzab çəkməyəcəksin. Yalnızlıq qorxulu deyil. O kim nə deyir desin. Əsas odur ki, sən əsl atadın, ananın kim olduğunu bilirsən. Və bu məhəbbətlə də yaşamalısın. Bu yaşayışa heç kəs mane ola bilməz. İndi sən kifayət qədər yaşamalısın. Adamlara da deyə bilərsən. Bir də ki, adamlara heç nəyin qəxli yox. Onlar biraz qeybət eləyib, sonra hər şeyi unudub susurdur.
düşürürsün. Günah demesen de özünü esir atmak mı anlarsan? Acize, bu her seni görende senin için düşünür. Senin için fikirler. Nihayet geleceksin bu. Ben sözümü dedim. Şimdi Pakize ne isterse onu da edecek. Ercüment! Yaramaz! Yalgarın oradan kulu vermek! Doğmaların taleyini düşünmemek! Sen seni ağladan sanmış! Neler danışırsan sen de düşün. Ne demiş bana? Bir demiş oğlum? Arvat dünyasını değişti! Ay bunlarla geçimden konuşmak olmaz! Hamsının da sebebi mürezzil anladın mı? Benim atama ile söz deme. Atama? Atama. Atama. İllerden elim sayılan Bekir benim tanıyor. Nene, ben esna başa düşürürüm. Pakize, düz değil. Aklımın neyse olur. Zerbe üstüne. Kızım, nihayet sen beni atak ettin. Benim daha mı ben hoşlandım? Burada rahmatsızlık olar. Ben sizden utanırım. Onu, buna hiç ne deme. O endişe bir olup burnumuzunu görmeyeyim. Beni yaşlıyım. Ercep! Bu ne oğlum? Ben esna başa düşürürüm. Burada başa düşünmeli ne var canım bizdenki? Bizim anamız atamız ölenden sonra onun kardeşiyle yatıp ve neticede şirket birimiz dünyaya geldi. Ben dostlarımın, tanışlarımın yüzüne nece bakacağım ha? Biri beni başa salsın. Hem şu namustan danışan anam nece bir namussuz veli. Ana! Onun soruşmalı hakkı var. Yok. Hiç kesin hakkı yoktu. Hiç kesin hakkı yoktu ki benden ne de sonuçta beni ittiham ediye. Evlatların valideynlerini ittiham edemeye hakkı yoktu. Herkesin hayatta sevgi olabilir. Senin öyle danışmaya dilin mi var? Sonra sus. Nene! De ona koyacağım. Kulak as Kudret. Sen de bana kulak as. Balaca neçe. Ana o sualın bana verin. Anamızı bağışlayın. Beni de bağışlayın. Benim cevabım budur. Nene. Sen de üzüm iste belki. Üzüm iste bunlardan. Bizim üzüm istemekten başka evacımız yoktu. Nene özünü bu kadar sındırma. Ercep oyundu. Pakize, kızım, ben... Sana... Benim günah ya. Ben
sizin karşınızda günahkar. Ben İlyas'ın karşısında da günahkara. Göresen sizin aklınız nece olacak? Allah! Allah! Ya! Ya! Oğlum şehit oldu. O bir oğlum da intihar etti. Gelindi döv. Göz görünmeyece dövdün sen bu dertte. Bir ana bu kadar derdi nice çeksin. Nice. Yolumu kara toprağa aldı. O bir yolunda dünyanın zulmüne kurban gitti. Zulüm unuttu babamı. Beni ayaküstü sallayan da bazen dizi üstte çöktüren de benim ana olmalımdı. Ana! Babalarım, gelin bunu da davadaşı, incikliği, küskünlüğü birbirimize sarıla, birbirimizi doğma adamlar gibi kucakla. Onun da hoşuna geldi. Akıl, onun ruhu burada. Bizimle. Unutmayın. Terşidin temeli ailedir. Aile. Aile bir dala kimi bizi düşmenden koruyur. Muharebe ise her şeyi dağıtır. Muharebeni söylenenler, muharebe isteyenler gelsinler, gelsinler baksınlar benim boş kalan otaklarıma. Duvarlardan, taşlardan süzüp gelen sakinliği dinlesinler. Beni yeniden başlamak isteyenler gelip şehit analarının gözlerine baksınlar. Bakıp görsünler o şehit analarının gözleri ne değil. Gözlerine toplardan, merdilerden dökülüp gelen tozanağı, tüttünü,
Thank